Məncə elə gəlir ki, mənə nöqtəsini mən qoyacağam. Necə nöqtəsini qoyacağam? Tarix Əliyev, mən gəldim. Yadında saxla Tarix Əliyev, sən bizim dövlətimizdə, dövlətin içində heç bir nümunə ola bilməzsən. Birincisi, Tarix Əliyev kimdir? Gəlin bir dənə qısa bir obraza belə fikir yaradı. Tarix Əliyev keçmişdə kim olub? Bu çox, mən ofisantlara pis baxmıram. Bəziləri deyir, biz ofisant olmuşuq, kim olmuşuq? Tarix Əliyev cinsi azlıq olub. Və cinsi azlıq kimi də özünü, yəni boynuna alıb ki, mən cinsi azlığam. İstəyirsən, ged ver məni məhkəməyə. Sonra... Ülkə xanım, üzr istəyirəm. KVN də onun peçatını vurub. Bakılı oğlanlar onun parodiyasını eləyiblər. Parodiyası verib. Və bu dəqiqə o işlədiyi kanalın rəhbəri Vadu Karovindir. Mən bugün ona məktub ünvanlamışam. Bugün mən prezident aparatı ilə əlaqə yaratmışam. Tolik efirlərdən getməlidir. Niyə görə? Şəxsən məni bu çox narahat eləyir və o efirlərdən getməyənə kimi əl çəkməyəcəm. Dəfələrlə prezidentə məktub yazacağım. Tolik, sən pis nümunəsən bizim millətə. Birincisi, cinsi azlıqları efirlərə gətirib nümayiş etdirən və ailə modelini bizə hansısa, məsələn, müğənnilər gedib kimdənsə uşaq dünyaya gətirib və bunu normal şəkildə təqdim eləmək ki, bu belə bizim ailə modelimizdir. Xeyr, sən bizə bir nümunə ola bilməzsən. İkincisi, deyirsən, kim kimdən uşaq doğub, ya kim kimin arvadı ilə gəzir, mənə xəbər verin. İndi də şantajla pul qazanmaq fikrinə getmirsən, sənə video atsınlar, sonra o adamlardan pul alasan. Sən hələ bilirsən, biz çörəyi burnumuza yeyirik, ağzımıza yemirik. Mən bir dəfə səni tənqid eləmişdim, amma sən hayasızcasına, sənə dedilər ki, Anovun, çox üzr istəyirəm, mən leksikadan kənar ifadələr eləmək istəmirəm. Dedilər ki, Anovun bir yerinə şiş batardı ki, səni dünyaya gətirən yerdə. Sən kimsən ki, hegemonluq eləyirsən Azərbaycanda? Sən kimsən ki, meydan oxuyursan? Üzr istəyirəm. O bilirsiniz nə deyir, üzr istəyirəm. Qoy fikrimi çatdırım da fikirdən düşürəm. O dəfə Şəki polisinin rəisinə deyir ki, hansısa bu yaxınlarda bir lap düzgün adam deyil. Ona deyirsən, 4 yaşında uşağının qəbrin üstünə çıxıb belə-belə eləyərəm. Sonra dedi, Şəki polisi, sən bunu tutmasın. Mən sabah səni sürüyəcəm efirdə. Sən cəmaatı tənqid eləyir, təhdid edirsən. Kimsən icazə verib hegemonluq eləyirsən? Kimsən də sən? Kimsən sən hegemonluq eləyirsən? Kim TikTokda harada xəstə-xüstə adamlar var, gətirib efirə çağırırsan. Xəstələri nümayiş etdirirsən. Biri lokko deyib, biri nə deyib. Nə nümunə, nəyi bizə nümunə göstərirsən? Mənfi cəhətin daha çoxdur. Efir açılır, sözlər yayılır. Pis nümunə kimi gənclərə çatdırılır. Söyüş, drama, yalan, hər bir ikinci virusa dönür. Maarif yolunu izləyən ürək isə qorunur. Xaricdə mühacir gənc öyrənir, yolunu seçir. Hörmət, bilik, sülh, düzgün nümunə verilir. Tolikin yolu virus, ruhu zədəliyir. Düzgün nümunə isə ürəkləri alovlayır. Tolik bir virusdur, bunu yadınızda saxlayın. Tolik bir virusdur. Siz niyə bunu başa düşmürsünüz? Gəlin, indi mən sizə nəzər çatdırım. Məsələn, bugün prezidentə yönləndiyim bir məktubu. Xahiş eləyirəm. Hər biriniz prezident aparatına telefonda açmışam. Sabah da mən bunu ilə məşğul olacağım. Dəqiqliyi ilə sizə deyirəm. Bir dənə zəhmət olmasa. Dinləyin, Vado müəllimə də mən müraciət yazdım. Hörmətli prezident, cənab prezident, müraciətin vasitəsilə televiziya və sosial media platformasında yayımlanan veriliş çıxışları ilə bağlı ciddi narahatlığımı bildirirəm. Tanınmış televiziya siması və sosial media blogeri Tarix Əliyev həm də efirdə, həm də TikTok sosial şəbəkələrində davamlı olaraq söyüşlü, sərt ifadələr işlətməklə izləyiciləri müxalif fikirlərə qarşı təhdid xarakterli çıxışlar göstərməkdə, gənclər və geniş auditoriya üçün tamamilə mənfi nümunə yaratmaqdadır. Dövlət və dövlət başçısına qarşı açıq çağırışlar, tənqidlər yayınlamaqdadır. Sosial mediada sərt, aqressiv mövqe nümayiş etdirməkdədir. Bu davranışlar etikaya, peşəkar standartlara və ictimai məsuliyyətə ziddir. Özünün nüfuzda sima hesab edən, şəxsin belə açıq, tənqidsiz, sərbəst davranışı, küçə söyüşləri, təhdid ritorikası cəmiyyətdə aqressiv ünsiyyət normallaşdırmağa səbəb olur. Əlavə olaraq qeyd etmək istəyirəm, bu hallarla bağlı faktlar, video materiallar
mən tərəfdən təqdim olunacaq. Və bu materiallar göstərir ki, davranışlar təsadüfi deyil, sistematik xarakter daşıyır. Mövcud materiallar arasında sosial şəbəkələrdə yayımlanan videolar, verilişlər, çıxışlar, kliplər, ictimai müşahidələr. Hörmətli cənab prezident, bu halların davam etməsi həm televiziya, həm də sosial media platformasının nüfuzuna xələl gətirir. Gənclər arasında mənfi nümunə yaradır. Xahiş edirəm, məsələyə ciddi şəkildə araşdırılsın. Televiziya, sosial media platformasında etik normalara riayət olunması təmin edilsin. Cəmiyyət üçün sağlam mədəni məsuliyyətə nümunə formalaşdırsın. Buradan demək istəyirəm ki, hər birimiz ərizə yazıb, Toliki efirlərdən götürməliyik. Çünki bu hegemonluq əlir, bu təhdid edir. Bu adicə Hakocan adında oğlan var idi. Çıxdı nəsə dedi, bir şey olan kimi deyir, bandatiyala zəng eləyəcəm. Falan yerə zəng eləyəcəm. Cəmaatı tutturur, hədə təhdid gətirir. Hegemonluq əlir bu adam. Kimsən sən? Lotusan, Vorzakonsan, kimsən də sən? Ay balam, üzdən İraqsan da düz deyib də. Gəlib başımıza burada bir şey deyirsən, təhdid edir. Xanım qəşəng danışdın, çox sağ ol xanım. Uyla xanım, çox sağ olun. Bir də mən sizə sabah bunun nəticəsini də deyəcəm. Ay Olqa xanım, bilmək olar, yəni siz jurnalistsiniz yoxsa sadə vətəndaş? Yox, mən adi vətəndaşam. Keçmiş deputat Telman Əliyevin yanında köməkçi işləmişəm uzun illər. Ümumiyyətlə sadə sizin kimi sıravi bir vətəndaşam. Xalqımın həmişə yanında olmuşam. Siz necə deputatın yanında sıravi bir vətəndaş kimi köməkçi işləmişsiniz, başım çıxmır yəni. Necə, adi bir vətəndaş, ali savadı varsa işləyə bilməz. Hə, ali savadınız var da, onda belə çıxır ki. Əlbəttə var, əlbəttə. Yaxşı, indi belə deyək də, sizin bu yazdığınız, məktub yazdığınız, indi biz də bilirik, bu məsələni bilirik.